Bir maraqlı bir sual gəlib. Məni çox güldürdü bu sual həqiqətən də. Deyir ki, telefon istifadə edirdimi? Təqribi neçə saat? Yoxsa deyir 700 bal toplayan bəzi abituriyentlər kimi telefon istifadə etmirdimi? Telefon istifadə edirdim, sosial şəbəkələrim də var idi. Amma sosial şəbəkə və dərs arasındakı o iki dənə uçurumun arasındakı əlaqəni saxlamaq lazımdır. Hə. Çünki biri qalxanda digəri enir və yaxud da qarışır. Hə. Bu ikisini bərabər aparmaq lazımdır. Məncə də qatılıram. Amma belə bir şey deyim. İlkin mən nə zaman sənə tapşırıq atırdım, sən həmişə onlayn olurdun. O da ki, yəqin ki, dərsə görə olurdu həmişə. Çünki ilkinin tək onlayn qoşulduğu dərs mən deyildim. Elə bil riyaziyyata da onlayn qoşulurdun, hə? Blok fənləri üçün bütün hamısı onlayn. Hə. Yəni gördüyünüz kimi baxın onlaynla da nəticə əldə etmək olur. Bəzən abituriyentlər, valideynlər və s. onlayn dərsə pis baxırlar. Düşünürlər ki, onlayn dərsdə şagird öyrənə bilməyəcək və yaxud da ki, başqa bir hallar yaşanacaq. Xeyr, əslində onlayn dərs əyani dərsdən heç də fərqlənmir. Hətta mən deyərəm ki, bir müəllim kimi mən özüm vaxtında hazırlıqlara əyani getmişdim. Amma əgər əlimdə elə bir imkan olsaydı, mən də onlaynı seçərdim. Yəni həqiqətən də bu heç bir problem yoxdur. Yəni onlaynda əyanidən heç də fərqlənmir.